Herkese salam. Bu dərsimizdə biz C dilində while dövründən danışacağıq. While dövrünü deməmişdən əvvəl dövr nədir, onun haqqında bir məlumat verim. Dövr müəyyən bir prosesin, müəyyən bir şərt daxilində təkrarlanmasıdır. Yəni biz bir hovuzu su ilə doldururuq. Hovuzun miqdarı 50 vedrə sudur və buradakı 50 vedrə artıq bir şərt olmuş olur. Çünki mən hovuza su tökəcəm nə vaxta qədər ki 50 vedrə su tökmüşəm. Bu artıq bizim bir şərtimizdir. Mənim o hovuza 50 vedrə su tökməyim isə təkrarlanan hadisədir. Hər dəfə gedib vedrəni doldurub hovuza boşaldıram. Nə vaxta qədər? O vaxta qədər ki 50 vedrə suyu hovuza boşaltmışam. Artıq şərtim var və təkrarlanan bir prosesim var. Bu bir dövr adlanır. C dilində də while dövrü mövcuddur. While dövrü nədir, necədir? Gəlin onun haqqında danışaq. Burada bəsit bir nümunəmiz var. While dövrünü istifadə etmək üçün əvvəla belə deyək, while açar sözünü qeyd edib, daha sonra isə orada bir şərt yazmalıyıq mötərizə daxilində. Bu şərtimiz nə vaxta qədər ki doğrudur, o zaman müddətində bu mötərizə daxilində qeyd etdiyimiz belə deyək, proseslər dövrü olaraq hər dəfə təkrar işə düşəcək. Biz burada bəsit bir nümunə yazmışıq. Bir dəyişənimiz var i adlı və bu dəyişəni hər dəfəsində ekranda yazdırırıq. Amma burada əsas nüans nədir? Mən i++ yazmışam. Yəni hər dövr xoda düşdükdə, işlədikdə i-nin qiymətini bir vahid artırıram. Niyə? Çünki mən burada şərtdə nə demişəm? i 5-dən kiçik bərabərdirsə bu dövrümüz belə deyək, işləsin. Amma mən i-də heç bir artım etməzsəm i həmişə 1 olacaq və bu da sonsuz dövr yaradacaq. Sonsuz dövrdə bizim bu dövrümüzün bir parçasıdır. Təbii ki, bizim sonsuz dövrlərə də ehtiyacımız var. Onun haqqında izah verəcəm. Gəlin indi bunun nətər işlədiyini, necə işlədiyinə baxaq. Proqramı işə salırıq və 1-dən 5-ə qədər olan bütün rəqəmlərin yazıldığını görürük. Bunun səbəbi də nədir? İlkin dəyərimiz 1-dir. Şərt yoxlanır ki, 1 5-dən kiçikdir və birinci olaraq onu yazdırırıq. Daha sonrası i-nin dəyərini artırırıq. i artıq ikinci dövrümüzdə dəyəri 1 yox, 2 olmuş olur. Və 2 5-dən kiçikdirmir. Bəli, və bu şəkildə davam edir haçana kimi, 5-ə kimi. Çünki gəlirik 5-i yazır. 5-i yazdıqdan sonra yenə i-ni bir vahid artırır. Artıq i 5 yox, 6 olmuş olur. Və 6 5-dən kiçikdirmi? Xeyr. Bərabərdirmi? Xeyr. Artıq burada bizim dövrümüz bitmiş olur. Proqram artıq sona çatır. Bəs sonsuz dövr dedikdə, sonsuz dövr biz harda işlədirik? Yəni bu şəkildə işlətdiyimiz dövr bəllidir. Standart bir şərtimiz var. O şərt daxilində biz o dövrü təkrarlayırıq. Bəs mən sonsuz dövrdən harda istifadə edirəm? Sonsuz dövr elə adından bilindiyi kimi heç bir zaman bitməyən bir dövrdür. Yəni mən burada i++ yazmayıb, yalnızca i-ni ekranda çap etdir desəm, bu zaman sonsuza qədər bu şəkildə i-ni çap etmiş olacağıq. Bəs bu harda istifadə olunur? Bəzi proseslər var ki, biz orada müəyyən dövrü əməliyyat aparmalıyıq. Məsələn, deyək ki, bizim bir dəyərimiz var və biz bu dəyəri hər gün yoxlamalıyıq. Və hər gün yoxlama əslində bir təkrarlanan prosesdir, bəli. Amma bunun bir limiti, belə deyək, bir şərti yoxdur. Çünki bu hər gün yoxlanmalıdır. Məsələn, 30 gün yoxlanılsın desək, artıq burada bir şərt qoymuş oluruq. Amma hər gün yoxlanılsın dedikdə isə biz burada şərt qoymuruq. Sadəcə və sadəcə bizim burada tək bir şərtimiz olur ki, bu proses hər 24 saatdan bir baş versin. Amma artıq bu bir sonsuz dövr olmuş olur. Çünki bu nə vaxta qədər biz fiziki şəkildə bir koda müdaxilə edirik, yəni burada olan bir kodu silirik, o zamana qədər o dövr davam edir ki, bu zaten real praktikada da geniş istifadə olunur. Bu bizim while dövrümüz idi. Başa düşmədiyiniz hər hansısa bir belə deyək, hissə varsa, nüans varsa, şərh bölümündə mütləq surətdə qeyd edin. Sağ olun.